Səninləyimin çox gözəl bir bölümü var, Antalya bölümü. O bölüm mənim üçün çox əzizdir və o bölümün çox gözəl bir qəhrəmanı var. O qəhrəman üçün adı seçəndə bir xeyli düşünmüşdüm, lakin bir vaxt gördüyüm yuxudan çıxış edərək o qəhrəmana bir ad qoydum. Yuxuda bir gənc Quran tilavət edərkən onun yanından keçirdim. Həmin vaxtda da çox müşkülüm var idi və onun öz adının Mahmud olduğunu bildirmişdi və bəzi məsləhətlər vermişdi. O yuxudan sonra doğrudan da bəzi işlərimdə bir düzəlmə hiss etmişdim. O vaxtı artıq hələ Hacı Mahmud Əfəndinin huzuruna 2017-də gəlmişdim və yol açılmamışdı. 8 il idi ki, mən bu mənzilə gəlib getmirdim. Səninləyimi yazıb bitirmişdim, nəşriyyata təqdim etmişdim və ondan sonra Qazaxda Dünya Vətəndən Başlayır kitabımızın böyük bir təqdimatı baş tutacaqdı. Həmin təqdimat zamanı 8 il aralıqdan sonra Hacı Mahmud Əfəndinin huzuruna gəldim. O gün bugündür bu adı, bu mənzilə nə vaxt niyyət etsəm, yol o qədər gözəlliyi ilə, elə bir işıqla həmd olsun açılır ki, bəzən burnumun dibində Bakıdakı hansısa bir mənzilə getmək çətinləşirsə, Qazaxa gəlmək bir o qədər asanlaşır. Bugünün özündə, qəbulumda başa düşürəm ki, bəlkə də elə qəbul etmək istəyirəm və elə də hiss edirəm ki, səninləyimin Mahmudunda bəlkə də Hacı Mahmud Əfəndinin adının bir sehri və işığı var. Bura Aslanbəyli kəndidir, bura Hacı Mahmud Əfəndinin irfan yeridir. Zahid bizi tan eyleme. Hak ismin okur dilimiz ey can.